yanına bir gün Mu'təzilə əqidəsini daşıyan bir şəxsiyyət gəlir. Həsən-ül Basri tələbələri ilə oturarkən. Bilirsiniz, Mu'təzilələrin tarixi Həsən-ül Basri'nin dövründən meydana gəlmişdir. Əksinə Həsən-ül Basri'nin məclisindən çıxanlara deyilib Mu'təzilələr. Günah edənlərin hökmü barəsində olan mübahisədə. Gəlir, deyir ki, səninlə mübahisə eləmək istəyirəm. Həsən-ül Basri rahmanullah deyir, çıx yenə, çıx. Evi tərk elə, mən vaxtım yoxdur səninlə oturum, vaxt keçirim. Deyir, mən səninlə mübahisə etmək istəyirəm. Deyir, xeyr, çıx yenə, mən istəmirəm. Deyir, o zaman bir ayətsə də oxuyum. Deyir, xeyr, oxuma ayəti. Ya sən tərk et məclisi, ya da mən çıxıb gedəcəm. O çıxır gedir. Tələbələri təəccüblənir ki, subhanallah, sən alim adam, sən şeyx adam, bilən adam. Bu kimdir ki, bunun qabağında sən sustun? Belə bir hal törənir də, qardaşlar. Soruşurlar ki, ey imam, nəyə görə sən ona cavab vermədin? Deyir, qəlblərin qapısı yoxdur. Qorxdum ki, şübhə atar, qəlbimə girər, mən onu dəf elə bilməzəm. Və əziyyət çəkərəm ömrüm boyu. Şübhədən qorxurdu. Sən bugün məcbul insanın qabağında oturarkən, o sana saatlarkən, danışarkən, sən bilmirsənsə ki, bu elmi hardan alıb, hansı məslərdən alıb, hansı əqidəni daşıyır. Sən necə əmin ola bilərsən ki, bu insana, bu sənə verdiyi faydalar, tövsiyələr, elm sağlamdır. Sən adicə həkimin yanına gedəndə qorxursan, ixtisas sahibi olmayanda birdən münasib dərman yazmaz. Hətta bəziləri dərman yazıldığı zaman içindəki nəşranı, bilgini oxuyur ki, görəsən bu gerçəkdən ona yazılan xəstəliyə aiddirmi deyə. Bəs dini məsələlər daha önəmlidir, möhtərəm qardaşlar. Ona görə kimdən gəldi elm almaq, hansı kitab gəldi oxumaq, bugünkü gündə əsrdə yayılmış ən böyük xəstəlikdir və eyni zamanda da əqidənin və tövhidin zəifliyinin əlamətlərindəndir. Heç kimlə görüşməkdən çəkinməyin, heç kimlə bir araya gəlməkdən çəkinməyin. Hətta desələr xavaricidir, hətta desələr təkfircidir, hətta desələr ixvandır, hətta desələr hizbidir. Ən pis adları desələr bir masaya gəlmək istəyirsə gedin oturun. Oturun qardaş. Hətta desələr xavaricidir, hətta desələr təkfircidir. Hamısına oturun. Xavaricilərlə oturun. Təkfirçilərlə deyir, oturun. Sənin, indi o ciddanlar və s. onlardan sənin bu elm gör ki, elmlidir. Gör nə danışır. Yəni, bəs Peyğəmbər sallallahu aleyhi ve sellem xavaricilər barədə nə deyib? Onu demir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, oturmaya öldür. Deyir, harada görürsə öldür olar. Düzdür, hakimin işidir. Belə öldürmək əmr olunub onları. Ona görə ən əfzəl əməllərindən Əli bin Əbi Talibin bu idi. Xilafəti vaxtı. Xavaricləri öldürməyi. Gönül danışır. Sıravi qardaşlar oturub yanında, onlar deyir, görsən qardaş deyir, hamısını otur, amma qamət deyir, oturma. Bu qamət demir, bunu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bunu sahabələ olar öldürürdü. Alimlər oturmurdu. Onlar gələndə alimlərin yanına, sən onlardan ağıllısan, bir mübarəkdən və başqalarının qulaqlarını örtürdülər. Sən ondan ağıllısan. Gör nə deyir? Ona görə, qardaşlar, yəni, problem çoxdur. Yəni, elm iddia eləyənlər çoxdur, və lakin düzgün danışanlar azdır. Fikir verəsən, səhvdir, səhv. Ona görə o əli şeylə fikir verməyin. O bidət əli daima şübhə gətirir. Və daima boş şeydir. Bəli. أحسن الله إليكم. هذا سائل يقول: هل تجوز مجالسة أهل البدع الداعين إليها؟ لا تجوز مجالسة أهل البدع لأنها تؤثر في الجليس، فلا يجوز الجلوس مع القوم الظالمين، والمبتدعة من الظالمين بل هم أشد الظالمين، فلا يجوز مجالستهم ومصاحبتهم لأنهم يؤثرون على مجالسهم ومصاحبهم. نعم.